Dediyim ki, hal-hazırda bu gün vətən uğrunda canından keçən Ceyhun Məhərrəmovun atasının dünyasını dəyişdi. Bu gün onun dəfn mərasimidir. Biz özümüzə borc bildik, dərhal gələk çəkək. Qarız müəllim, bu günləri şəhidimizin atası dünyasını dəyişib. İstərdim elə qısaca bir iki kəlmə götürək istəyəm. Bu günləri 1-ci Qarabağ müharibəsinin qəhrəman şəhidlərimizdən biri Xırmandalı kəndindən Ceyhun Məhərrəmovun atası Məhərrəm əmi vəfat edib. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah ruhlarını şad eləsin. Qəhrəman şəhid valideynimizdir. Allah belə qəhrəman valideynlərimizə can sağlığı versin. Var olasın. Sağ ol. Dediyim kimi, hal-hazırda bu gün qəhrəmanlar deyər Biləsuvarın Xırmandalı kəndində Xırmandalının ilk şəhidi olan Ceyhun Məhərrəmovun atası dünyasını dəyişdi. Dəfn mərasimidir. Allah ruhun şad eləsin. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Allah cəmi şəhidlərimizi rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Allah ruhunu şad eləsin. Dediyim kimi, hal-hazırda Ceyhun Məhərrəmovun atası bu gün dünyasını dəyişdi və dəfn mərasimidir. Dediyim kimi, hal-hazırda bu gün qəhrəmanlar deyər Biləsuvarın Xırmandalı kəndində şəhidimiz Ceyhun Məhərrəmovun atası Məhərrəm Məhərrəmov dünyasını dəyişdi. Allah ruhun şad eləsin. Allah şəhidlərimizi rəhmət eləsin. Şəhid atası Məhərrəmov Məhərrəm, o övladı Ceyhun Məhərrəmova bu gün qovuşdu. Allah ruhun şad eləsin. Allah yaxınlarına səbir versin. Allah ruhun şad eləsin. Allah cəm ölənlərimizi rəhmət eləsin. Başda Allah şəhidlərimizin ruhunu şad eləsin. Bu günləri Biləsuvar rayonu Xırmandalı kəndində şəhidimiz Ceyhun Məhərrəmovun atası Məhərrəm Məhərrəmov dünyasını dəyişdi. Haqq dünyasına qovuşdu. Bu gün övladının Ceyhun Məhərrəmova qovuşacaq. Allah ruhunu şad eləsin. Allah cəm şəhidlərimizi rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Allah ruhunu şad eləsin. فكانت ورث الخلدهان فبأي آلاء ربكما خلق الحمد يعرف المجرمون باسمهم فيحفظوا من سوى الأقدام فبأي آلاء Dediyimiz kimi, Biləsuvar Xırmandalı kəndində 1-ci Qarabağ müharibəsinin şəhidi Ceyhun Məmmədovun, Ceyhun Məhərrəmovun atası Məhərrəm Məhərrəmov dünyasını dəyişdi. Allah ruhunu şad eləsin. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Cəsarət Zaroğlu. Şəhidimiz Rəsul Yusifoğlu ruhu qarşısında baş əyirik. Şəhidimiz Elvin Tərlanoğlu ruhu qarşısında baş əyirik. Böyük izdihamla şəhidimizin atası Məhərrəm Məhərrəmov dəfn mərasimidir. Hətta böyük bir izdihamla dəfn olunur kənd sakinləri tərəfindən.
rayon ictimaiyyəti tərəfindən. Allah cəm şəhidlərimizin də ruhunu şad eləsin. Hər zamandakı kimi məzarlığa girəndə ilk öncə şəhidlərimiz ziyarət olunur və sonra əzizlərimizin məzarları ziyarət olunur. Şəhidimiz vətən uğrunda canından keçən Altay ruhu qarşısında baş əyir. Şəhidimiz Fikrət Səfəroğlu, şəhidimiz Bəhruz Kəramətoğlu, şəhidimiz Mehman Xıdıroğlu, şəhidimiz Vurğun Səxavətoğlu, şəhidimiz Elman Qılıncxanoğlu, şəhidimiz Elşad Əloğlu, şəhidimiz Sucayəddin Qurbanoğlu, şəhidimiz Ramin Baloğlanoğlu ruhları qarşısında baş əyirik. Böyük izdihamla şəhidimizin atası bugün dəfn olunur. Allah ruhunu şad eləsin. Həqiqətən də qəhrəmanlarımızın ucağı olub xeyir işlərində, belə işlərində də iştirak etmək hər Azərbaycanın borcu olduğu kimi də bizim də borcumuzdur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.